Bəli, Azərbaycan İranla sərhəd keçid məntəqəsindən keçidi təmin edir. Həm İrandakı digər ölkə vətəndaşlarının təxliyəsinə, həm də İran vətəndaşlarının öz ölkələrinə keçidinə şərait yaradılır. Bu barədə son məlumatları əməkdaşımız Cavid İmaməliyev çatdıracaq. Salam Cavid, buyur, söz səndədir. Salam Simlara, hər vaxtınız xeyir. Bəli, ABŞ və İsrailin İrana zərbələri ilə bağlı İrandan xarici və yerli vətəndaşların təxliyəsi prosesi davam edir. 28 fevral səhər 08:00-dan indiyənədək 240-dan çox Azərbaycan vətəndaşı İrandan ölkəmizə təxliyə olunub. Eyni zamanda 1000-dən çox əcnəbi vətəndaş da İrandan ölkəmizə təxliyə edilir. Məlumat üçün qeyd eləyək ki, ümumilikdə Pakistan, Hindistan, Fransa, Tunis, Yordaniya, Oman, Braziliya da daxil olmaqla 45-dən çox ölkə İrandan ölkəmizə təxliyə olunub. Eyni zamanda məlumat üçün bildirmək istəyirəm ki, son zamanlar, son 2 gündə İsveç, İsveçrə, Serbiya, Slovakiya, Pakistan, Oman, Braziliya da daxil müxtəlif ölkələrin diplomatik nümayəndələri İrandan ölkəmizə təxliyə olunublar. Və bir məlumat da diqqətinizə çatdırmaq istəyirəm ki, Türkiyə-İran sərhəddində vətəndaşların keçidinə qadağalar tətbiq edilib və bu barədə Türkiyə Ticarət Naziri Ömər Bolat məlumat verib. Onun sözlərinə görə yük maşınlarının keçidinə icazə verilsə də vətəndaşların keçidi məhdudlaşdırılıb və bununla da Azərbaycan İrandan təxliyə olunan vətəndaşlar üçün əsas keçid məntəqəsi rolunu oynayır və bu Azərbaycanın humanist mövqeyinin ən böyük sübutudur. Və biz hazırda Astara dövlət sərhəddindən buraxılış məntəqəsindəyik. İndiyənə qədər Azərbaycanın 240-dan çox vətəndaşı və 1000-dən çox əcnəbi vətəndaş İrandan təxliyə edilib. Təxliyə olunan vətəndaşlar üçün burada hər bir şərait yaradılıb. İsti çay süfrələri açılıb, əraziyə təcili tibbi yardım briqadaları cəlb olunub. Onlar buradan müvafiq xüsusi avtobuslarla öncə paytaxta, oradan isə öz ölkələrinə qayıdırlar. Mənim bu saata çatdıracaqlarım bu qədər. Söz yenidən sizdədir. Çox sağ ol Cavid, minnətdarıq sənə ətraflı məlumat üçün. Qeyd edim ki, Real TV-nin əməkdaşı Cavid İmaməliyev sərhəddən ən son məlumatları çatdırdı.